Ən bədbəxt insanlar o insanlar ki, yaşayır kiməsə və ya nəyəsə aşiq deyil. Onlar insanlıq nədir başa düşməyəcəklər. Kiməsə və nəyəsə aşiq olmadan yaşamaqdansa ölüm ondan yaxşıdır. Ayağı uzat, öl ondan yaxşıdır. Bir insan ki, birindən ayrı qalmağına gözyaşı tökmür, birinə qovuşmaq sevinci ilə yaşamır, onlar heç vaxtı ləzzət dadmazlar, yaşayışlarından ləzzət ala bilməzlər. Onlar nə aşiqliyin qəmindən xəbərdardır, nə aşiqliyin sevincindən xəbərdardır. Denən ki, yaşamır da, yəni, mövcud deyil. Bir cümlə ilə deyirəm ki, ay insan, bu yaşa çatmışsan, heç nəyə və heç kəsə aşiq deyilsən? Yox. Sual növbəti odur, niyə yaşayırsan bəs sən?